Salam, bu videoda fəza fiqurlarına aid məsələlərə baxırıq. Gəlin birinci məsələdən başlayaq. Aynur ölçüləri 0,5 metr, 0,2 metr və 0,6 metr olan kuboid formasında hədiyyə qutusu hazırladı. O, bu qutunun səthini bəzəkli kağız yapışdırdı. Eni 50 sm, uzunluğu isə 2 metr olan düzbucaqlı formalı bəzəkli kağız. Bu qutunu bəzəmək üçün çatarmı? Nə qədər çatmaz və yaxud da artıq qalar? Biz nə etməliyik? Sıra ilə birinci kuboidin, daha sonra rəngli bəzəkli kağızın sahəsini tapmalıyıq və hansı böyükdürsə böyükdən kiçik çıxıb çatmaz və yaxud da nə qədər artıq qalar, bunu hesablamalıyıq. Gəlin birinci kuboidin sahəsini tapaq. Ölçüləri 0,5, 0,2 və 0,6-dır kuboidimizin. Kuboidin biz sahəsini necə tapırdıq? S tam bərabərdir 2 vurulsun. Gəlin 0,5-ə A, 0,2-yə B, 0,6-ya isə C deyək. A vurulsun B, 0,5 vurulsun 0,2. Üzərinə gəlsin A vurulsun C, 0,5 vurulsun 0,6. Üzərinə gəlinsin B vurulsun C, 0,2 vurulsun 0,6. Bərabərdir. 2 vurulsun. 0,5-i 0,2-yə vuranda eləyir 0,100-də, %1. Üzərinə gəlinsin. 0,5 0,6-ya vuranda eləyir 0,3. Üzərinə gəlinsin. 0,2-ni 0,6-ya vuranda isə eləyir 0,12. Mötərizənin içi olur 0,52. 2-yə vurduqda isə alınır 1,4. Beləliklə biz kuboidimizin səthinin sahəsini tapdıq. 1,4 metr kvadrat. İndi gəlin biz bəzəkli kağızımızın səthinin ümumi sahəsini tapaq. Şərti olaraq gəlin şəklini çəkək. Nə deyir? Eni 50 sm, yəni 0,5 metr. 0,5 metr gəlin yazaq eninə 0,5. Uzunluğu isə 2 metrdir. Sahəsini tapmaq üçün bir-birinə vururuq. S kağız bərabərdir. 2 vurulsun 0,5. Bərabərdir. Nə eləyir? 1 metr. 1 kvadrat metr. Beləliklə kağızın ümumi sahəsi oldu 1 kvadrat metr. Kuboidin isə 1,4 kvadrat metr. Beləliklə biz aldıq ki, kağızımız kuboidi bəzəməyə çatmır. Nə qədər çatmır? Gəlin böyükdən kiçik çıxmaqla tapaq. 1,4-dən çıxırıq 1-i. 0,4 kvadrat metr çatmır. Cavabımız oldu 0,4 metr və çatmaz. Keçək ikinci məsələyə. Rəngsaz hündürlüyü 2,8 metr olan kuboid formalı otağın divarlarını rəngləməlidir. Bu otağın eni 4 metr, uzunluğu isə bundan 25% çoxdur. Biz əgər 25% çoxdur deyəndə nə demişdik? Ya 4 metrin 25%-ni tapıb onun üzərinə gəlməliyik və yaxud da ki 4 metrin 125%-ni tapmalıyıq. Gəlin biz qısa yoldan, yəni 4 metrin 125%-ni tapmaq yolundan istifadə edək. 4 vurulsun %125. Bərabərdir. 25 ixtisar gedir. Burada 4 dəfə, burada 5 dəfə. 4-lər də ixtisar gedir. Cavabımız olur 5. Yəni otağın eni 4, uzunluğu isə 5 metr imiş. Gəlin şəkildə də qeyd edək. Eni 4, uzunluğu isə 5 metr. Gəlin bunu da kuboida tamamlayaq şəkli bu formada. Aha. Birinci sualda deyilir ki, otağın pəncərəsinin sahəsi 2,25 kvadrat metr, qapının sahəsi isə 2 kvadrat metr olarsa, divarların rənglənəcək hissələrinin sahəsini tapın. Yəni ümumi sahədən pəncərə və qapının sahəsinə çıxmalıyıq. Gəlin ümumi sahəni tapaq. Kuboidin sahəsi necə tapılırdı? Yenə də S tam düsturundan istifadə eləməklə kuboidimizin səthinin sahəsini tapırıq. Enimiz 4, uzunluğumuz 5, hündürlüyümüz isə məsələnin şərtində verildiyi kimi 2,8 metrdir. Gəlin S tamı tapaq. S tam bərabərdir 2 vurulsun. Gəlin 4-ə A, 5-ə B, C-yə isə 2,8 deyək. A vurulsun B 20, üzərinə gəlsin A vurulsun C. Yəni 4 vurulsun 2,8. Bu da eləyir 11,2. Üzərinə gəlinsin B vurulsun C. Yəni 5 vurulsun 2,8. Bu da eləyir 14. Bərabərdir. Mötərizəmizin daxili 34-ün üzərinə 45 tam onda 2 eləyir. Yəni 2 vurulsun
45,2 bərabərdir. Bu da eləyir 90,4. Ümumi səthimizin sahəsi kuboidimizin 90,4 kvadrat metr oldu. Sualımızda isə bu qapının və pəncərənin sahəsini bizə çıxmamızı istəyirdi. Ümumi rənglənəcək hissəni tapmağımızı. Gəlin qapı və pəncərənin sahələrini toplayaq. Yəni 2 üzərinə gəlinsin 2 tam %25. Nə olur? 4 tam %25. Gəlin 90 tam onda 4-dən də bunu çıxaq. 90 tam onda 4 çıxılsın. 4 tam %25. O da bərabərdir. Nəyə? 86 tam %15'e. Birinci sualımızın cevabı oldu 86,15 kvadrat metr. Keçək ikinci suala. 1 kvadrat metr sahəni rəngləmək üçün 200 ml boya istifadə olunur. Otağın divarlarını rəngləmək üçün 9 litr boya çatarmı? Deməli 1 kvadrat metrə 200 ml lazımdırsa, gəlin tapaq ki 87. Bunu yuxarı yuvarlayaq. 87 kvadrat metrə biz nə qədər boya ehtiyac duyacağıq? Ona görə də 87-ni vururuq 200-ə. 87 vurulsun 200. Nə olur? 174 və sıfırları atırıq. 17.400 ml, yəni 17,4 litr lazımdır bizə. 9 litr boya xeyir çatmaz. Cavabımız olur ki, çatmaz. Nə qədər çatmaz və ya artıq qalar? 9 litr boya 17,4-dən 9-u çıxırıq. Böyükdən kiçiyə çıxılsın 9 bərabərdir 8,4. 8,4 litr çatmaz. Aha. Keçək üçüncü məsələyə. Oturacağı düzbucaqlı üçbucaq olan düz prizma formasında çadır üçün ən az neçə kvadrat parça istifadə olunar? Çadırın yerinə parça döşənmir. Aha, gəlin birinci biz bu qırıq-qırıq xətlərlə prizmanı ümumi çəkək. Baxın. Oturacaq deyəndə bu hissəni və bu hissəni nəzərdə tutur. Oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın formasında. Aha, gəlin birinci düzbucaqlı üçbucaqların sahələrini tapaq. Katetlərimiz nədir? 1,2 və 1,2. 2-də 1 vurulsun, 1,2 vurulsun, 1,2. 1,2 ilə 2 ixtisar gedir, qalır 0,6. Buradan da 0,72 alınır. 2 ədəd düzbucaqlı üçbucağımız olduğu üçün bunu da 2-yə vururuq. Yəni 1,44 kvadrat metr biz düzbucaqlı üçbucaqlarımızın sahəsi olur. İndi gəlin düzbucaqların sahələrini tapmağa başlayaq. Gəlin birinci bu düzbucağın sahəsini tapaq. Baxın bunu. Enimiz və uzunluğumuz nədir? Enimiz 1,2, uzunluğumuz isə 4. S düzbucaqlı 1, bu üçbucaq idi. S düzbucaqlı 1 bərabərdir 1,2 vurulsun 4. Bərabərdir 4,8. S düzbucaqlı 2 bərabərdir. İndi gəlin bu düzbucaqlını hesablayaq. Bunun eni və uzunluğu nədir? Uzunluğu yenə də 4-dür. Baxın, bura əgər 4-dürsə, burada 4-dür, burada 4-dür. Bura 4-dür, eni isə 1,2 verilib. Yəni yenə də 4 vurulsun 1,2. 4,8. Biz indi normalda 3-cü düzbucaqlının sahəsini tapmalıydıq. Əgər bizə çadırın yerinə parça döşənmir şərtini verməsəydi. Çadırın yerinə parça döşənmədiyi üçün bizə buranın sahəsi lazım deyil. Çünki bura parça işlənməyəcək. Digər tərəflərin ümumi sahələrini toplayıb biz S-tamı alacağıq. Yəni nə qədər? Neçə kvadrat metr parça istifadə olunmağını. S-tam bərabərdir. Üçbucaqların sahəsi 1,44. Üzərinə gəlsin 4,8. Üzərinə gəlsin 4,8. Bərabərdir. Bu eləyir 9,6. Ümumi toplayanda da 11,4. Cavabımız elədir 11,4 kvadrat metr parça istifadə olunar. Baxaq dördüncü məsələyə. Prizma formalı binanın səthini şüşə ilə örtmək nəzərdə tutulur. Şüşə ilə örtüləcək ümumi sahə neçə kvadrat metrdir? Yenə də S-tamı tapmalıyıq. Gəlin tapaq. Düzbucaqlı üçbucaqları gəlin. Biri burada, biri də arxa hissədə 2 ədəd düzbucaqlı üçbucaq var. Gəlin birini tapaq və 2-yə vuraq. Əgər bura 16-dırsa, bilirik ki, burada 16-dır. Və düzbucaqlı 90 dərəcə olan hissə bu olduğu üçün biz bilirik ki, katetlər bu iki hissədir. Yəni 12 və 16.
Gəlin sahəni tapaq. S bərabərdir 2-də 1 vurulsun 12 vurulsun 16. 2 və 12 ixtisar gedir. Burada qalır 6. 6-nı da 16-ya vururuq. Olur 96. Daha sonra 2-yə vururuq ümumi düzbucaqlı üçbucaqların sayısını tapmaq üçün. Bu da olur 192. İndi keçək düzbucaqlılara. S düzbucaqlı 1 bərabərdir. Birinci gəlin bu düzbucaqlını hesablayaq. Eni və uzunluğu nədir? Eni 6-dır. Bu hissə 6-dır. Uzunluğu isə 10-dur. 10 vurulsun 6 bərabərdir 60 kvadrat metr. Düzbucaqlı 2 bərabərdir. İndi gəlin bu düzbucaqlını hesablayaq. Əgər bura 10-dursa, bura da 10-dur da, düz deyil. Əgər bura 10-dursa, deməli bura da 10-dur. Çünki paraleldirlər. Hündürlük hər bir tərəfdə tildə eynidir. Deməli bura da 10-dur. Düzbucaqlının bir tərəfi 20-dir, bir tərəfi isə 10-dur. Buranın sayısını tapmaq üçün də 10-u vururuq 20-yə. Yəni 200 kvadrat metr. İndi gəlin son olaraq 3-cü düzbucaqlının sayısını tapaq. Bu da yerdəki düzbucaqdır. Gəlin qırıq-qırıq xətlərlə işarə edeyim. Baxın bu düzbucağın sahəsini deyir. Bunun da tərəfləri nədir? 12. Bura əgər 12-dirsə, burada 12-dir. Bir tərəf 12-dir, bir tərəf isə 10-dur. Yəni 12 vurulsun 10. Bərabərdir 120. Ümumi sahə necə kvadrat metrdir? Gəlin bunu tapmaq üçün S-tamı tapaq. S-tam da bərabərdir. Üçbucaqların sahəsi üzərinə gəlsin düzbucaqlıların. Üzərinə gəlsin 200. 180 bura edir 380. 380-in də üzərinə 192 gələndə 7 və edir 572 kvadrat metr. Birinci sualımızın cavabı oldu 572 kvadrat metr şüşə lazımdır. İkinci sualda isə deyilir ki, 1 kvadrat metr şüşə 28 manata olarsa, binanın səthini şüşə ilə örtmək üçün alınacaq şüşəyə nə qədər pul ödəmək lazımdır? Bizə də 572 kvadrat metr əgər şüşə lazımdırsa, 1 metr kvadrat şüşə üçün də 28 manat ödənilirsə, bu sualın da cavabı 572 vurulsun 28-dir. Keçək 5-ci məsələyə. Usta taxtadan düzəldilmiş kub və kuboidi üst-üstə qoymaqla modeli düzəltdi. Şəkildəki ölçülərə əsasən bu modelin səthinin sahəsi nə qədərdir? Deməli, üst-üstə qoyulub, bizə ümumi səthinin sahəsi nədir? Bu hissələrdə ümumi səthinin sahəsi. Hansı hissələri çıxacaq biz? Baxın, burada kuboidlərin bu hissəsi 2 dəfə hesablanıb. Amma bizim səthimizə onlar daxil deyil. Biz nə edirik? Bu kuboidin sahəsi, bu kubun sahəsi ilə bu kuboidin sahəsini ayrı-ayrılıqda tapıb toplayırıq. Daha sonra kubun bir hissəsini 2-yə vurub, çünki axı bir kuboidin üzərində, bir də kubun üzərində biz o səthinin sahəsini üzərinə gəlmiş olacağıq. Amma çıxmalıyıq. Çünki ora artıq 2 dəfə hesablanıb. Bir dəfə kubun daxilində, bir dəfə isə kuboidin daxilində. Yəni kubun bir üzünü 2-yə vurub ümumi səthinin sahəsindən çıxırıq. İndi gəlin birinci kubun səthinin sahəsini tapaq. Kubun S-tamının düsturu nə idi? 6A kvadratı. Kubumuzun bir tərəfi nədir? 2 desimetr. Artı vurulsun 2-nin kvadratı. Yəni 6 vurulsun 4, 24 kvadrat desimetr. Bu kubun S-tamı idi. İndi gəlin kuboidin S-tamını tapaq. S-tam bərabərdir. Yenə də düsturumuzu. A-ya 2, B-yə 6, C-yə isə yenə də 2 deyək. A vurulsun B, 2 vurulsun 6, üzərinə gəlsin A vurulsun C, 2 vurulsun 2, üzərinə gəlsin B vurulsun C, yəni yenə də 2 vurulsun 6. Bərabərdir. 24-ün üzərinə 4, mötərizənin içi olur 28, 28 vurulsun 2 də 56. Aha, indi gəlin bunları toplayaq. Ümumi S-tamı tapmaq üçün. 56 üzərinə gəlsin 24. Nə eləyir? 80 kvadrat desimetr. Amma cavabımız bu deyil. Yenə də kubun bir üzünün 2 qatını biz buradan çıxmalıyıq. Bir tərəfi nədir? Üzünün 2. Ümumi sahəni tapmaq üçün nə etməliyik? 2-nin kvadratını tapmalıyıq, yəni 4. Kubun bir üzünün sahəsi olur 4. 4-ü də 2-yə vururuq 8. 80-dən də 8-i çıxırıq. Cavabımız olur 72 kvadrat desimetr. 5-ci məsələmizin də cavabı oldu 72 kvadrat desimetr.